Oğlaq bürcü 17 aprel 2025-ci il Dolça bürcünün proqnozu. Bugün Dolçalar üçün yenilənmə və fərqli baxış bucaqları ilə dolu bir gündür. Ulduzlar sizi yaradıcılığınızı ifadə etməyə, düşüncə sərhədlərinizi genişləndirməyə və qeyri-adi yanaşmalarla gündəlik problemlərə fərqli həll yolları tapmağa təşviq edir. Rutin sizi sıxsa da bu enerjini dəyişikliklərə doğru yönəltmək sizin əlinizdədir. İş həyatında fərqli ideyalarınızla diqqət çəkə bilərsiniz. Əgər komanda ilə işləyirsinizsə, yeni təklifləriniz başqaları tərəfindən maraqla qarşılanacaq. Bugün yeniliklərə açıq olmaq, texnoloji yeniliklərdən faydalanmaq və iş üsullarınızı təkmilləşdirmək üçün münasib zamandır. Lakin qərar verərkən hər detalı nəzərdən keçirmək də önəmlidir. Hər parlaq fikir dərhal tətbiq üçün uyğun olmaya bilər. Şəxsi münasibətlərdə isə azadlıq ehtiyacı ön plana çıxır. Əgər sizi sıxan və məhdudlaşdıran bir münasibət içindəsinizsə, bugün bu barədə ciddi düşünə bilərsiniz. Bununla yanaşı, sevgi münasibətlərində dürüst və açıq olmaq önəmlidir. Qarşı tərəfin fikirlərinə də hörmətlə yanaşmaq münasibətlərdə harmoniya yarada bilər. Tək olan dolçalar üçün isə maraqlı tanışlıqlar gündəmdə ola bilər, xüsusilə ortaq maraqlar üzərindən yaranan münasibətlər. Maliyyə baxımından innovativ yanaşmalar sizə fayda verə bilər. Alternativ gəlir yolları, investisiya imkanları və ya texnoloji sahələrdəki fürsətlər diqqətinizi çəkə bilər. Ancaq hər təklifi dərhal qəbul etmədən əvvəl araşdırma aparmaq vacibdir. Sağlamlıq sahəsində enerjiniz yüksək olsa da, zehni gərginliyi idarə etmək üçün rahatladıcı fəaliyyətlərə zaman ayırın. Meditasiya, musiqi dinləmək və ya yeni hobbilərlə məşğul olmaq sizə balans yaratmaqda kömək edəcək. Ümumilikdə 17 aprel 2025 dolçalar üçün fərqlilik, yaradıcılıq və azad düşüncənin güclü olduğu bir gündür. Dəyişikliklərə açıq olun, intuisiyanıza qulaq asın və sizi həqiqətən həyəcanlandıran yolları seçin. Həyatınıza rəng qatmaq üçün fürsətiniz var. Dolça bürcü 17 aprel 2025-ci il Dolça bürcünün proqnozu. Bugün dolçalar üçün yenilənmə və fərqli baxış bucaqları ilə dolu bir gündür. Ulduzlar sizi yaradıcılığınızı ifadə etməyə, düşüncə sərhədlərinizi genişləndirməyə və qeyri-adi yanaşmalarla gündəlik problemlərə fərqli həll yolları tapmağa təşviq edir. Rutin sizi sıxsa da bu enerjini dəyişikliklərə doğru yönəltmək sizin əlinizdədir. İş həyatında fərqli ideyalarınızla diqqət çəkə bilərsiniz. Əgər komanda ilə işləyirsinizsə, yeni təklifləriniz başqaları tərəfindən maraqla qarşılanacaq. Bugün yeniliklərə açıq olmaq, texnoloji yeniliklərdən faydalanmaq və iş üsullarınızı təkmilləşdirmək üçün münasib zamandır. Lakin qərar verərkən hər detalı nəzərdən keçirmək də önəmlidir. Hər parlaq fikir dərhal tətbiq üçün uyğun olmaya bilər. Şəxsi münasibətlərdə isə azadlıq ehtiyacı ön plana çıxır. Əgər sizi sıxan və məhdudlaşdıran bir münasibət içindəsinizsə, bugün bu barədə ciddi düşünə bilərsiniz. Bununla yanaşı, sevgi münasibətlərində dürüst və açıq olmaq önəmlidir. Qarşı tərəfin fikirlərinə də hörmətlə yanaşmaq münasibətlərdə harmoniya yarada bilər. Tək olan dolçalar üçün isə maraqlı tanışlıqlar gündəmdə ola bilər, xüsusilə ortaq maraqlar üzərindən yaranan münasibətlər. Maliyyə baxımından innovativ yanaşmalar sizə fayda verə bilər. Alternativ gəlir yolları, investisiya imkanları və ya texnoloji sahələrdəki fürsətlər diqqətinizi çəkə bilər. Ancaq hər təklifi dərhal qəbul etmədən əvvəl araşdırma aparmaq vacibdir. Sağlamlıq sahəsində enerjiniz yüksək olsa da, zehni gərginliyi idarə etmək üçün rahatladıcı fəaliyyətlərə zaman ayırın. Meditasiya, musiqi dinləmək və ya yeni hobbilərlə məşğul olmaq sizə balans yaratmaqda kömək edəcək. Ümumilikdə 17 aprel 2025 dolçalar üçün fərqlilik, yaradıcılıq və azad düşüncənin güclü olduğu bir gündür. Dəyişikliklərə açıq olun, intuisiyanıza qulaq asın və sizi həqiqətən həyəcanlandıran yolları seçin. Həyatınıza rəng qatmaq üçün fürsətiniz var. Balıq bürcü 17 aprel 2025-ci il Balıq bürcünün proqnozu. Bugün balıqlar üçün emosional dərinlik, daxili güc və ilhamla dolu bir gündür. Ulduzlar sizi öz intuisiyanıza daha çox güvənməyə, duyğularınızı ifadə etməyə və ruhsal olaraq balans tapmağa təşviq edir.
Ətrafınızdakı insanların enerjisini güclü şəkildə hiss edə bilərsiniz. Bu, həm üstünlük, həm də diqqətli olmağı tələb edən bir haldır. İş həyatında yaradıcı yanaşmanız ön plana çıxır. Əgər sənət, yazı, dizayn və ya humanitar sahələrdə çalışırsınızsa, bugün ilham sizi tapacaq. Əməkdaşlıqlarda isə səbirli olmaq və qarşı tərəfi empati ilə dinləmək önəmlidir. Bəzi gecikmələr və anlaşılmazlıqlar baş versə də, emosional zəkanızla bunların öhdəsindən gələcəksiniz. Şəxsi münasibətlərdə romantika və duyğusal bağlılıq ön plandadır. Qarşı tərəfin ehtiyaclarını hiss etmək və ona dəstək olmaq münasibətləri gücləndirəcək. Əgər təksinizsə, bugün tanışacağınız biri sizdə dərin iz buraxa bilər, xüsusilə ruhsal və emosional əlaqə vacib olacaq. Maliyyə baxımından diqqətli olmanız tövsiyə olunur. Gözlənilməz xərclər çıxa bilər və intuitiv qərarlar riskli ola bilər. Mümkün qədər praktik yanaşma sərgiləyin və hər hansı böyük qərardan öncə biraz düşünün. Sağlamlıq sahəsində emosional yüklənmələr sizi fiziki cəhətdən də təsir edə bilər. Buna görə özünüzə vaxt ayırmaq, meditasiya, təbiətdə gəzmək və dərin nəfəs məşqləri etmək sizə yaxşı təsir edəcək. Su elementinə yaxın olmaq, məsələn, üzgüçülük və ya vanna qəbul etmək, enerjinizi bərpa edə bilər. Ümumilikdə 17 aprel balıqlar üçün ruhani və emosional yüksəliş günüdür. İç səsinizə qulaq asın, duyğularınızı boğmayın və sizi ilhamlandıran mövzulara yönəlin. Bu, həm daxili harmoniya, həm də ətraf mühitlə ahəng üçün gözəl fürsətdir. Qoç bürcü 17 aprel 2025-ci il Qoç bürcünün proqnozu. Bugün qoçlar üçün enerji və təşəbbüskar ruh ön plandadır. Ulduzlar sizə güclü motivasiya, irəliləmək istəyi və yeni başlanğıclar üçün uyğun şərait bəxş edir. Gün ərzində liderlik keyfiyyətləriniz qabardılacaq və ətrafdakılar sizin ardıcıl və qətiyyətli addımlarınıza heyran qala bilərlər. İş həyatında aktivlik və qərarlılıq sizə uğur gətirə bilər. Əgər yeni bir layihəyə başlamaq və ya mövcud işlərdə dəyişiklik etmək istəyirsinizsə, bugün ideal zamandır. Qərarlarınızı tez versəniz də detalları gözdən qaçırmamaq vacibdir. Komanda işində isə emosiyalara qapılmadan soyuqqanlı şəkildə yanaşmaq müsbət nəticələr verəcək. Münasibətlər sahəsində qoçlar bugün biraz daha dominant və tələbkar ola bilər. Əgər bu enerjini qarşı tərəflə düzgün şəkildə bölüşsəniz, münasibətlərinizə ehtiras və canlılıq qatacaq. Ancaq diqqət yetirin, sərt sözlər və səbirsizlik qarşı tərəfi incidə bilər. Açıq və dürüst ünsiyyət qurmaq münasibətləri gücləndirəcək. Tək olan qoçlar isə maraqlı və ehtiraslı bir tanışlıq yaşaya bilərlər. Maliyyə məsələlərində isə fürsətlərə açıq olun. Yeni gəlir yolları, qısa müddətli yatırım imkanları və ya iş dəyişiklikləri gündəmə gələ bilər. Risk etmək istəyi yüksək olsa da, hər addımı analiz etmək vacibdir. Sağlamlıq baxımından enerjiniz yüksəkdir, lakin bu enerjini düzgün yönəltmək üçün fiziki fəaliyyətə üstünlük verməyiniz tövsiyə olunur. İdman, yürüyüş və ya sadəcə açıq havada aktiv olmaq sizə həm fiziki, həm də zehni rahatlıq gətirəcək. Bədəninizi dinləyin və özünüzü həddindən artıq yormamağa çalışın. Ümumilikdə 17 aprel qoçlar üçün irəliləyiş, motivasiya və yeni başlanğıcların günü ola bilər. Qorxmadan addım atın, lakin balanslı olun. Həm öz ehtiyaclarınızı, həm də ətrafdakılara olan təsirinizi nəzərə almaq uğurun açarı olacaq. Boğa bürcü 17 aprel 2025-ci il Boğa bürcünün proqnozu. Bugün boğalar üçün sabitlik və dərin düşüncə ön plandadır. Ulduzlar sizi daxili harmoniya yaratmağa, mövcud imkanları qiymətləndirməyə və uzun müddətli planlar qurmağa təşviq edir. Emosional olaraq sakit, lakin qərarlı bir gündəsiniz. Bu, həm şəxsi, həm də peşəkar sahədə irəliləmək üçün əlverişli şərait yaradır. İş həyatında planlı və sistemli yanaşmanız sizə üstünlük qazandıracaq. Bugün detallar üzərində işləmək, uzun müddətli layihələrə fokuslanmaq və möhkəm təməllər qurmaq üçün əlverişlidir. Əgər yeni bir investisiya və ya əməkdaşlıq düşünürsünüzsə, bu barədə daha dərin araşdırma aparmaq və tələsmədən qərar vermək tövsiyə olunur. Əməkdaşlıq etdiyiniz insanlarla fikir ayrılıqları yaşana bilər, amma səbir və aydın ünsiyyət problemləri həll edəcək. Şəxsi münasibətlərdə boğalar bugün daha anlayışlı və qoruyucu davranacaqlar. Sevdiklərinizlə sakit və dərin söhbətlər aparmaq münasibətləri gücləndirə bilər.
Əgər münasibətdə bəzi narahatlıqlar varsa, bugün bunları açıq şəkildə müzakirə etmək üçün uyğun zamandır. Tək olan buğalar üçün isə hisslərin qarşılıqlı olduğu yeni bir tanışlıq imkanı ortaya çıxa bilər. Xüsusilə ortaq dəyərlər və maraqlar üzərində qurulan bağlar önəm qazanacaq. Maliyyə baxımından sabitlik ön plandadır. Mövcud vəsaitlərinizi qorumaq və ağıllı şəkildə idarə etmək günün əsas mövzusu ola bilər. Qısa müddətli gəlirlərə deyil, uzun müddətli qazanca yönəlmək sizə daha çox fayda verəcək. Əgər alış-veriş planınız varsa, keyfiyyət və dəyər ön planda olmalıdır. Sağlamlıq sahəsində özünüzü ümumilikdə yaxşı hiss edəcəksiniz. Lakin bədəninizi çox yükləməmək və balanslı qidalanma rejiminə diqqət yetirmək önəmlidir. Təbiətlə təmasda olmaq, sakitləşdirici fəaliyyətlərə vaxt ayırmaq, məsələn, gəzinti, bağçılıq və ya musiqi dinləmək sizə daxili rahatlıq verəcək. Ümumilikdə 17 aprel 2025 buğalar üçün sakit, lakin məhsuldar bir gündür. Səbirli davranın, planlı addımlar atın və sizi əslində xoşbəxt edən şeylərə fokuslanın. Bugün sizi gələcək üçün möhkəm əsaslar qoymağa yönəldə bilər. Əkizlər bürcü 17 aprel 2025-ci il Əkizlər bürcünün proqnozu. Bugün əkizlər üçün dinamiklik, ünsiyyət və dəyişiklik ehtiyacı ön plandadır. Ulduzlar sizi sosial çevrənizlə aktiv olmağa, fikir mübadiləsi aparmağa və yeni məlumatlar toplamağa təşviq edir. Zehni enerjiniz yüksəkdir, öyrənmək, yazmaq, danışmaq və yeni ideyalar üzərində işləmək üçün əla gündür. İş və karyera sahəsindən bugün sürətli düşünmək və çevik hərəkət etmək bacarığınız diqqət çəkəcək. Əgər yaradıcılıq, kommunikasiya və ya texnologiya ilə bağlı bir işlə məşğulsunuzsa, məhsuldar və ilham verici saatlar sizi gözləyir. Lakin diqqət dağınıqlığı mümkündür, buna görə diqqətinizi əsas işlərə cəmləmək üçün planlı hərəkət etmək vacibdir. Qısa səfərlər və ya yeni əməkdaşlıqlar da gündəminizə düşə bilər. Münasibətlər sahəsində isə əkizlər bugün daha açıq və səmimi olublar. Ətrafınızdakı insanlarla ünsiyyət qurmaqdan zövq alacaqsınız. Romantik münasibətlərdə isə söhbət və intellektual uyğunluq ön plana çıxır. Sevdiyiniz insanla dərin, amma rahat bir dialoq qurmaq münasibəti gücləndirəcək. Tək olan əkizlər üçün isə sosial şəbəkələr və ya dost çevrəsi vasitəsilə maraqlı tanışlıqlar mümkündür. Maliyyə məsələlərində ani qərarlar və impulsiv xərclər gündəmə gələ bilər. Hər təklif və fürsəti diqqətlə dəyərləndirin. Hər nə qədər yeni ideyalar cəlbedici görünsə də riskləri hesablamaq önəmlidir. Qısa müddətli qazanc imkanları çıxsa da uzun müddətli sabitlik üçün diqqətli planlama vacibdir. Sağlamlıq baxımından zehni aktivlik yüksək olsa da fiziki yorğunluq və stress ehtimalı var. Beyninizi rahatlatmaq üçün təmiz hava, yüngül fiziki hərəkət və sosial fəaliyyətlər faydalı olacaq. Rahatladıcı musiqi və ya kitab oxumaq da sizi balansda saxlaya bilər. Ümumilikdə 17 aprel əkizlər üçün sürətli düşüncə, yeni ideyalar və sosial aktivlik günü olacaq. Dəyişikliklərə açıq olun, lakin qərarlarınızı diqqətlə verin. Bugün atılan ağıllı addımlar gələcəkdə böyük fürsətlərin qapısını aça bilər. Xərçəng bürcü 17 aprel 2025-ci il Xərçəng bürcünün proqnozu. Bugün xərçənglər üçün emosional dərinlik, ailə və daxili harmoniya ön plandadır. Ulduzlar sizi özünüzə dönməyə, keçmişlə barışmağa və yaxınlarınızla daha sıx bağlar qurmağa təşviq edir. Hissləriniz güclənə bilər, buna görə də həm öz emosiyalarınızı, həm də başqalarının hisslərini daha dərindən anlaya biləcəksiniz. İş həyatında sakit, amma məhsuldar bir gün ola bilər. Sürətli deyil, sabit addımlarla irəliləmək daha uyğun olacaq. Əgər yaradıcı sahədə çalışırsınızsa, bugün daxili dünyanızdan ilham alaraq gözəl nəticələr əldə edə bilərsiniz. Əməkdaşlıqlarda isə anlaşma və qarşılıqlı dəstək vacib olacaq. Emosional gərginliklərdən uzaq durmaq tövsiyə olunur. Həssas yanaşmanız həmkarlarınız tərəfindən qiymətləndirilə bilər. Şəxsi münasibətlərdə sevgi, şəfqət və anlayış ön plandadır. Sevdiyiniz insanla yaxınlaşmaq, duyğularınızı bölüşmək və birlikdə keyfiyyətli vaxt keçirmək üçün çox uyğun gündür. Əgər münasibətlərdə hər hansı incikliklər olubsa, bugün barışmaq və münasibətləri düzəltmək üçün gözəl fürsət yarana bilər. Tək olan xərçənglər üçün isə tanışlıqlar daha çox emosional uyğunluq və dərin bağlar üzərindən başlaya bilər.
Maliyyə sahəsində ehtiyatlı olmaqda fayda var, gərəksiz xərclərdən qaçın və hər hansı maliyyə qərarı verməzdən əvvəl 2 dəfə düşünün. Əgər ailə ilə bağlı maddi məsələlər gündəmə gəlirsə, bu məsələlərə sakit və real yanaşma sərgiləmək önəmlidir. Sağlamlıq baxımından bugün emosional gərginlik bədəninizə təsir edə bilər. Xüsusilə həzm və yuxu ilə bağlı narahatlıqlar yarana bilər. Özünüzə istirahət üçün vaxt ayırmaq, sakitləşdirici fəaliyyətlər, məsələn, meditasiya, aromaterapiya, musiqi dinləmək sizə çox yaxşı təsir edəcək. Su ilə təmas, vanna, üzgüçülük və ya təbiətdə su kənarında olmaq daxili balansınızı bərpa edə bilər. Ümumilikdə 17 aprel xərçənglər üçün duyğuların dərinləşdiyi, əlaqələrin möhkəmləndiyi və daxili sakitlik axtarışının ön planda olduğu bir gündür. Hisslərinizə qulaq asın, özünüzə qarşı şəfqətli olun və sizi anlayan insanlarla vaxt keçirin. Bugün sizə həm mənəvi, həm də emosional rahatlıq gətirə bilər. Şir bürcü 17 aprel 2025-ci il Şir bürcünün proqnozu. Bugün şirlər üçün özünü ifadə etmək, diqqət mərkəzində olmaq və şəxsi güclərini ortaya qoymaq üçün əla bir gündür. Ulduzlar sizə motivasiya, yaradıcılıq və liderlik enerjisi bəxş edir. Ətrafınızdakı insanlar sizin enerjinizi hiss edəcək və fikirlərinizə maraqla yanaşacaqlar. Karyera və iş həyatında bugün bacarıqlarınızı nümayiş etdirmək və təşəbbüskar olmaq üçün münasib zamandır. Əgər liderlik etmək və ya irəliyə çıxmaq üçün fürsət axtarırsınızsa, bugün bunu asanlıqla edə bilərsiniz. Komanda içində parlaq ideyalarınız və özünə inamınızla fərqlənə bilərsiniz. Ancaq diqqət edin, egoya qapılmadan başqalarının da fikirlərinə hörmətlə yanaşmaq vacibdir. Münasibətlərdə diqqət və sevgi axtarışınız güclü ola bilər. Qarşı tərəfdən qayğı və heyranlıq görmək istəyəcəksiniz. Əgər bu enerjini düzgün şəkildə ifadə etsəniz, romantik münasibətlərdə çox isti və ehtiraslı anlar yaşana bilər. Tək olan şirlər üçün bugün maraqlı və təsirli bir tanışlıq gündəmə gələ bilər, xüsusilə sosial mühitlərdə və ya tədbirlərdə. Maliyyə məsələlərində isə bugün risk almaq istəyi arta bilər. Lüks və keyfiyyətə yönəlmək istəyi alış-veriş planlarınızı təsir edə bilər. Gəlir imkanları da açıla bilər, lakin hər təklifə dərhal razı olmadan əvvəl yaxşı analiz aparın. Özünüzə sərf etmədən öncə büdcənizi düşünün. Sağlamlıq baxımından enerjiniz yüksəkdir, amma bu enerjini balanslı istifadə etmək önəmlidir. Fiziki fəaliyyət, idman və ya səhnə ilə bağlı fəaliyyətlər sizə çox yaxşı təsir edəcək. Özünüzə vaxt ayırmaq və bədəninizi hərəkətdə saxlamaq həm fiziki, həm də emosional vəziyyətinizi yaxşılaşdıracaq. Ümumilikdə 17 aprel 2025 şirlər üçün özünü ifadə etmək, diqqət çəkmək və şəxsi gücünü ortaya qoymaq üçün əlverişli bir gündür. Daxili parıltınızı gizlətməyin, amma unudulmasın ki, əsl güc həm də başqalarına ilham vermək və paylaşmaqdır. Qız bürcü 17 aprel 2025-ci il Qız bürcünün proqnozu. Bugün qızlar üçün diqqət, səliqə və analiz bacarıqlarının ön plana çıxdığı bir gündür. Ulduzlar sizə praktik düşüncə, detallara fokuslanma və məhsuldarlığı artırma fürsəti təqdim edir. Günü planlamaq, işləri sistemli şəkildə yerinə yetirmək və başqalarına da dəstək olmaq sizə həm uğur, həm də daxili rahatlıq gətirəcək. İş və karyera sahəsindən bugün məsuliyyətli və çalışqan yanaşmanızla fərqlənəcəksiniz. Tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək bacarığınız rəhbərlər və ya əməkdaşlar tərəfindən təqdir oluna bilər. Əgər uzun müddətdir təxirə saldığınız işlər varsa, onları tamamlayıb rahatlamaq üçün ideal zamandır. Qısa, lakin vacib detalları gözdən qaçırmamaq üçün diqqətli olun. Münasibətlər sahəsində isə qızlar bugün biraz daha düşüncəli və həssas davranacaqlar. Sevdiyiniz insanla qarşılıqlı anlayış və dəstəyə əsaslanan söhbətlər münasibətləri möhkəmləndirəcək. Tənqidi yanaşmadan əvvəl qarşı tərəfin hisslərini nəzərə almaq vacibdir. Tək olan qızlar üçün bugün yeni tanışlıqlar real və düşüncəli yanaşma üzərində qurula bilər. Sadə, amma mənalı əlaqələr diqqətinizi çəkə bilər. Maliyyə baxımından bugün maddi məsələlərdə ölçülü və ehtiyatlı davranmaq sizə fayda verəcək. Xərcləri analiz etmək, büdcə planlaması aparmaq və gələcək üçün yatırım düşünmək üçün yaxşı zamandır. Kiçik, lakin sabit qazanc imkanları gündəminizə gələ bilər.
Sağlamlıq sahəsində özünüzə qayğı göstərmək önəmli olacaq. Xırda narahatlıqları görməzdən gəlməyin və istirahət rejiminizə diqqət ayırın. Həddindən artıq işləmək və özünüzü yormaq yerinə balanslı qidalanmaq və gündəlik rutinə fiziki fəaliyyət əlavə etmək sizə yaxşı təsir edəcək. Ümumilikdə 17 aprel qızlar üçün planlama, səmərəlilik və özünü inkişaf etdirməyə yönəlik uğurlu bir gündür. Günü nizam-intizam içində keçirdikcə həm daxili rahatlıq tapacaq, həm də real nəticələr əldə edəcəksiniz. Unutmayın, uğur bəzən detallarda gizlidir. Tərəzi bürcü 17 aprel 2025-ci il Tərəzi bürcünün proqnozu. Bugün tərəzilər üçün balans, harmoniya və insanlarla sağlam münasibətlər qurmaq ön plandadır. Ulduzlar sizi diplomatik bacarıqlarınızı işə salmağa, həm şəxsi, həm də işgüzar münasibətlərdə ahəng yaratmağa təşviq edir. Estetik zövqünüz və incə yanaşmanız ətrafınızdakiların diqqətini çəkə bilər. İş və karyera sahəsindən əməkdaşlıq və komanda işi bugün əsas rol oynayacaq. Tərəzilərin ədalətli və obyektiv yanaşması bugün mübahisəli mövzularda razılaşma yaratmaqda böyük rol oynaya bilər. Əgər danışıqlar, təqdimatlar və ya görüşlər planlaşdırmısınızsa, uğur ehtimalı yüksəkdir. Səbirli və diplomatik davranışınız sizi lider kimi göstərə bilər. Münasibətlərdə isə bugün romantik və emosional balans axtarışı ön plandadır. Partnyorunuzla daha dərin və mənalı söhbətlər aparmaq üçün uyğun vaxtdır. Qarşılıqlı anlaşma və harmoniya yaratmaq istəyiniz münasibətləri daha da gücləndirə bilər. Tək olan tərəzilər üçün bugün yeni və maraqlı biri ilə tanışlıq şansı mövcuddur, xüsusilə incəsənət və ya sosial tədbirlər zamanı. Maliyyə baxımından xərcləmə vərdişlərinizə diqqət etmək məsləhətdir. Gözəllik və rahatlıqla bağlı impulsiv alış-veriş ehtimalı var. Büdcənizə uyğun hərəkət etdiyiniz təqdirdə maliyyə sabitliyini qorumaqda çətinlik çəkməyəcəksiniz. Eyni zamanda uzun müddətli gəlir gətirəcək planlara da açıq olmağınız faydalı ola bilər. Sağlamlıq sahəsində fiziki və zehni tarazlığınızı qorumaq vacibdir. Stres və yorğunluq bədəninizə təsir göstərə bilər. Buna görə rahatladıcı fəaliyyətlər, yoga, meditasiya və ya sakit musiqi dinləmək sizə yaxşı təsir edəcək. Eyni zamanda gözəllik və özünüzə qulluq mövzuları da diqqətinizdə ola bilər. Ümumilikdə 17 aprel tərəzilər üçün harmoniya, diplomatiya və estetik duyumla zəngin bir gündür. İnsanlarla əlaqələr qurmaq, gözəl ortamlar yaratmaq və daxili tarazlığı qorumaq üçün ideal şərait yaranacaq. Sizi narahat edən məsələlərə incə və düşüncəli yanaşma göstərərək hər şeyə rəng qatmağı bacaracaqsınız. Əqrəb bürcü 17 aprel 2025-ci il Əqrəb bürcünün proqnozu. Bugün əqrəblər üçün dərinlik, intuisiya və çevik qərar vermə qabiliyyəti ön plana çıxır. Ulduzlar sizi daxili səsinizə qulaq asmağa, gizli qalan mövzuları araşdırmağa və emosional olaraq güclü dayanmağa təşviq edir. Hissləriniz güclü olsa da, onları idarə etmək bacarığınız da bir o qədər yüksək olacaq. İş və karyera sahəsində bugün strateji düşünmək, araşdırma aparmaq və qapalı qalan məsələləri çözmək üçün əla zamandır. Əgər tək işləyirsinizsə, daha məhsuldar ola bilərsiniz. Gizli qalan fürsətlər ortaya çıxar ya da əvvəllər diqqət etmədiyiniz bir ideya bugün sizə qazanc gətirə bilər. Ətrafınızdakı insanların niyyətlərini daha yaxşı oxuya bilərsiniz. Bu da sizi avantajlı duruma gətirəcək. Şəxsi münasibətlərdə emosional yaxınlıq və güvən mövzusu ön plana çıxır. Əgər münasibətiniz varsa, bugün partnyorunuzla daha dərin və açıq söhbətlər etmək üçün uyğundur. Gizli qalan duyğular üzə çıxa bilər, lakin bu münasibətləri daha da gücləndirəcək. Tək olan əqrəblər üçün isə mistik, fərqli aurası olan biri ilə təsadüfi, amma təsirli tanışlıq mümkündür. Maliyyə baxımından bugün maliyyə məsələlərinə ciddi və planlı yanaşmaq önəmlidir. Qeyri-rəsmi yollarla və ya gizli gəlir mənbələri ilə bağlı təkliflər gələ bilər. İntuisiyanız sizə doğru qərarlar verməkdə kömək edəcək, amma riskli addımlar atmadan əvvəl hər şeyi yaxşı analiz etdiyinizə əmin olun. Sağlamlıq sahəsində psixoloji vəziyyətinizə xüsusi diqqət yetirməyiniz məsləhətdir. Stres və emosional yüklənmə bəzi fiziki əlamətlərlə özünü göstərə bilər. Rahatladıcı fəaliyyətlər, meditasiya, nəfəs məşqləri və ya su ilə bağlı terapiyalar sizə fayda verəcək.
Ümumilikdə 17 aprel əqrəblər üçün introspektiv, dərin və təsirli bir gündür. Gizli qalan gücünüzü ortaya çıxarmaq, insanları və situasiyaları daha dərindən anlamaq üçün əla fürsətlər olacaq. Özünüzə və hisslərinizə güvənin, doğru yolda olduğunuzu içiniz sizə deyəcək. Oxatan bürcü 17 aprel 2025-ci il Oxatan bürcünün proqnozu. Bugün oxatanlar üçün azadlıq ehtiyacı, yenilik axtarışı və həyat eşqi ön plandadır. Ulduzlar sizi yeni biliklərə, fərqli təcrübələrə və geniş düşünməyə təşviq edir. Gündəlik qaydalardan sıyrılmaq və ruhunuzu qidalandıran fəaliyyətlərlə məşğul olmaq üçün əla gündür. İş və karyera sahəsindən bugün yaradıcılıq və fərqli yanaşmalarla uğur qazana bilərsiniz. Əgər monoton bir iş rejiminiz varsa, dəyişiklik etmək üçün ilham ala bilərsiniz. Təhsil, səyahət və ya xarici əlaqələrlə bağlı fürsətlər gündəmə gələ bilər. İş mühitində pozitiv enerjiniz və optimist yanaşmanız ətrafınızdakılara da təsir edəcək. Qərar verərkən isə çox tələsməməyə çalışın, həyəcanla verilmiş qərarların sonunu da düşünmək vacibdir. Münasibətlər sahəsində isə azadlıq və dürüstlük ehtiyacı artır. Əgər münasibət içindəsinizsə, qarşı tərəflə açıq və səmimi danışmaq istəyəcəksiniz. Sizi məhdudlaşdıran münasibətlərdən qaçmaq və daha dərin mənəvi bağ axtarmaq istəyi yarana bilər. Tək olan oxatanlar üçün isə bugün maraqlı bir tanışlıq ehtimalı yüksəkdir, xüsusilə səyahət, təlim və ya sosial fəaliyyətlər zamanı. Maliyyə baxımından gözlənilməz xərclər və ya ani qərarlar gündəmə gələ bilər. Risk etmə meyliniz yüksək ola bilər, lakin hər fürsəti dərindən analiz etmək vacibdir. Xarici bazarlarla bağlı fürsətlər və ya təhsil üçün qoyulan xərclər gündəmdə ola bilər. Sağlamlıq sahəsində fiziki enerjiniz yüksək olsa da, onu düzgün istiqamətə yönəltmək önəmlidir. Aktiv həyat tərzi, açıq hava yürüyüşləri və idman sizə həm zehni, həm də fiziki cəhətdən faydalı olacaq. Həmçinin ruhsal qidalanma da vacibdir. Kitab oxumaq, yeni şeylər öyrənmək və ya sadəcə təbiətdə olmaq sizə dərin rahatlıq gətirə bilər. Ümumilikdə 17 aprel oxatanlar üçün azadlıq, öyrənmə və daxili böyümə günü ola bilər. Sizi həyəcanlandıran ideyalara yönəlin, geniş düşünün və həyatın sizə təqdim etdiyi yeni təcrübələri məmnuniyyətlə qəbul edin. Bugün sizi ruhlandıracaq fürsətlər gözlənilməz anda qarşınıza çıxa bilər.